Salam değerli kanal izləyicilərim. Sizə Masazırdan Qurtuluş 93 yaşayış kompleksindən çox gözəl, çox zövqlə təmir olunmuş, gözəl məkanda yerləşən bir mənzili təqdim edəcəm. Değerli izləyicilər, baxın bu gördüyünüz bu yaşıl zona bağçadır. Bu məktəbdir. Məktəbin arxasında avtobus dayanacağı. Bu gördüğünüz bina ticaret merkezi. Ümumi bütün infrastruktura bir yaxın ərazidə. Bu qarşı tərəfdə stadiondur değerli izləyicilər. Yaxınlaşdırın, görəsiz. Duz gölünə də möhtəşəm mənzərə. Mən çöl hissəni sizə göstərdim. Bu eyvandan görünüşdür. Açıq eyvanı var. Və daxil oluruq evimizin içərisinə. Bizim mətbəximizdir. Mənzil çox səliqəli təmir olunub, bahalı təmir olunub. Mənzildə bütün əşyalar qalacaq. Bahalı mətbəx mebelidir, bahalı aksesuarlardır. Değerli izləyicilər, bizim dəhlizimizdir. Çox geniş dəhlizi var. Deyərdim ki, birdən-birə mənzilə 20 qonaq gəlsə, dəhlizdə sıxlıq olmaz. Çox geniş dəhlizi var. Mənzilimizin dəhlizidir. Dəhliz, mətbəx, sanitar qoşaqları istipolla təchiz olunub. Bu bizim mənzilimizin bir yataq otağıdır. Yenə də təkrar qeyd edirəm, bütün əşyalar qalacaq. Hazır əşyalarını, çamadanını, paltarlarını götür, gəl yaşa. Bizim yataq otağının biri. Bu növbəti yataq otağımızdır. Videonun çəkilişində mən sizə təqdim edəcəm. Bu bizim qonaq otağımızdır. Kifayət qədər geniş qonaq otağı var. İşıqlıdır, qonaq otağı işıqlıdır. Demək olar ki, otağın hər bir tərəfi pəncərədir. Mənzil yel çəkəndir. Yəni skvaznoydur. Qonaq otağıdır. Bura bizim sanitar qoşaqları ayrı-ayrıdır. Değerli izləyicilər, baxın, həqiqətən də çox gözəl, səliqəli, zövqlə təmir olunmuş bir mənzildir. Və bu hamam otağımız. Bu da bizim ikinci yataq otağımız. Bu da bizim növbəti yataq otağımız. Yataq otaqlarından, mətbəxdən ikisindən də gölə mənzərə var. Binanın qarşısı açıqdır, heç vaxt bina olmayacaq. Qeyd etdiyim kimi, bütün əşyalarla birgə satılır. Mənzilin çıxarışı var, əldədir, ipotekaya yararlıdır. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.